Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə. Bugün də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 58 və 59-cu səhifəsindəki tapşırıqlarla, mövzularla tanış olacağıq. Buyurun, ilk öncə gəlin A tapşırığına baxaq. Oxuyacağınız mətnə nəzər salın. Mətnimizin adı Arkimeddir. Nəzər salın, başlığı və yarım başlıqları oxuyun. Gəlin, indi tanış olarıq. Sizcə, hər hansı bir alim haqqında yazılan informativ mətnin strukturu necə olmalıdır? Girişdə hansı məlumatlar verilməlidir? Əsas hissə hansı yarım başlıqlardan ibarət ola bilər? Mətnin sonluğunda hansı məlumatlar öz əksini tapmalıdır? Uşaqlar, hər hansı bir şəxsiyyət haqqında danışırıqsa, onun təbii ki, yarım başlıqlara baxaq, bunun uşaqlığı və təhsili, elmi fəaliyyəti və kəşfləri, Arximed qanunu və sair kimi bölmələri verilmişdir. Alimin pi ədədi, döyüş maşınları və növbəti səhifəmizdə isə onun ömrünün son günləri yarım başlıqları verilmişdir. Biz Arximed haqqında, indi onun həyat və fəaliyyəti haqqında bu yarım başlıqlarda öyrənəcəyik, tapşırıqları daha doğrusu öyrənmiş olacağıq. İndi sadəcə bizə bu A tapşırığında isə verilən suallarda bizim öz fikirlərimizi istəyir. Məsələn, girişdə hansı məlumatlar verilməlidir? Sonra əsas hissədə, girişdə təbii ki, alim haqqında, onun doğulduğu yer haqqında, şəhər haqqında məlumat verilə bilər, harda, hansı ailədə doğulduğu deyilə bilər. Əsas hissədə onun deməli təhsili, elmi fəaliyyəti barədə deyilə bilər və sonluqda isə onun həm məsələn sonluq hissədə onun ömrünün sonlarına yaxın olan hissə, dünyasının dəyişməyi, vəsiyyəti, ümumiyyətlə elmə verdiyi töhfələri haqqında, elmə verdiyi ixtiraları, kəşfləri barədə daha geniş, məsələn, yekun olaraq məlumat çatdırılmalıdır. Gəlin ilk öncə Arximed mətnini oxuyaq. Arximed antik dövrün məşhur alimi, riyaziyyatçı və fiziki olub. Uşaqlığı və təhsili. Arximed eradan əvvəl 287-ci ildə Yunanistanın Sirakuza şəhərində anadan olmuşdu. Onun atası Sirakuza hökmdarının saray astronomu idi. Qədim Yunan alimlərinin bir çoxu kimi Arximed də İskəndəriyyədə təhsil almışdı. Çünki həmin dövrdə Misir hökmdarları Yunanistanın ən yaxşı alimlərini bu şəhərə toplamış, burada dünyanın böyük kitabxanasını yaratmışlar. İndi gəlin elmi fəaliyyəti və kəşfləri yarım başlığını oxuyaq. İskəndəriyyədə təhsilini başa vurduqdan sonra Arximed Sirakuza şəhərinə qayıtmış, atasının işini davam etdirmişdi. O, riyaziyyat və fizikaya aid müxtəlif elmi əsərlər yazmış, Arximed qanunu yazmışdır, üzr istəyirəm. Arximed qanunu. Arximed sübut etmişdi ki, cisimlərin kütlə ilə yanaşı həcmi də var. Mayeyə batırılmış cisim öz həcmi qədər mayeni sıxışdırıb çıxarır. Əgər cisim sıxışdırdığı sudan ağırdısa, o batır. Yox, əgər sıxışdırılmış su ağırdısa, onda cisim suda üzür. Bu səbəbdən gəmilər batmadan dəniz üzərində hərəkət edir. Daha bir töhfəsi pi ədədidir. Pi, Arximed qanunu bax, buradakı şəkillərdə də biz görə bilirik. Görürsünüzmü? Su burada 250 qram millilitrdir. Burada içinə qaşıq qoyulmuş, hər hansı bir cisim qoyulduqdan sonrası artıq 250 millilitrdən yüksəkdəki şkalanı göstərir. Keçək pi ədədi haqqında məlumata. Pi ədədi. Böyük alimin həndəsə, cəbr və hesabla bağlı kəşfləri müasir dövrdə də həmin elmlərin təməli kimi istifadə olunur. Xüsusilə də pi ədədinin dəqiqləşdirilməsi, kürə səthinin sahəsinin, kürənin həcminin, çevrənin uzunluğunun və s. hesablanması Arximedin adı ilə bağlıdır. Uşaqlar, burada tünd rəngli daha doğrusu söz mücrüsündəki sözlərin izahına baxacağıq. Yəni mətndə verilmişdir. Təməl, yəni ki, onun əsası, özülü kimi istifadə olunur. Yəni deməli pi ədədində təməl söz işlənmişdir, kütlə, həcm, maye və s. İndi biz söz mücrüsünü işləyəndə sizə izah edəcəyəm.
Döyüş maşınları eramızdan əvvəl 215-ci ildə 2-ci Pun müharibəsi zamanı Sirakuza şəhərinin Romalılardan müdafiəsi məqsədi ilə Arximed bir neçə döyüş maşını icad etmişdi. Onların köməyi ilə yerli əhali sayca onlardan qat-qat çox olan düşmənə 3 ilə yaxın müqavimət göstərə bilmişdi. Daha bir mövzumuz, daha doğrusu yarım başlığımız Arximedin haqqında. Ömrünün son günləri. Arximed eradan əvvəl 212-ci ildə öldürülmüşdü. Onun ölümü ilə bağlı bir neçə rəvayət var. Bu rəvayətlərdən birində deyilir ki, düşmən əskərləri şəhəri tutarkən o evinin qarşısında qum üzərində hansısa bir çertyoju çəkməklə məşğul imiş. Əskərlər onun yazılarını tapdalayarkən onlara qışqırıb müqavimət göstərmiş və nəticədə Roma əskərləri onu qılınclamışlar. Rəvayətə görə Arximedin ölərkən söylədiyi son sözlər yazılarımı tapdalamayın olmuşdu. Vəsiyyətinə görə onun məzarı üzərində silindrə yerləşdirilmiş kürə maketi quraşdırılmışdı. Çünki o bu kəşfi, yəni kürə və cismin ölçülməsini həmişə xüsusi qürurla qeyd edərmiş. Deməli, mətnimizi oxuduq, uşaqlar. Deməli, burada biz Arximed haqqında, onun həyatı, fəaliyyəti, hətta öldürülməsi haqqında da məlumat aldıq. Gəlin söz mücürsündəki sözlərin izahına baxaq. Kütlə. Kütlə, uşaqlar, cisimdəki maddənin miqdarını ölçən əsas kəmiyyətdir. Maye, axmaq, qabiliyyəti olan, yəni bir töküldüyü qabın şəklini alma xassiyəsinə malik olan maddədir. Yəni axıcılığı var mayenin. Həcm isə ölçü, böyüklük, miqdar və sair baxımdan bir şeyin tutumudur. Bir əşyanın tutumu, yəni ki, o hesab olunur. Cisim əşyaların ümumi adıdır. Adıdır və biz bu cismə bəzən maddə də deyirik. Daha sonra təməl isə bünövrə, özül, bir şeyin əsası, kökü mənasında işlənir. Söz mücürsündəki sözlərin izahını bu şəkildə qeyd etdim. Uşaqlar, eyni zamanda siz kitabın arxasında da izahlı sözlük var. 158, 159, 160-cı səhifəyə də baxıb həmin sözlərin mənasını, izahına orada da görə biləcəksiniz. İndi isə gəlin B tapşırığına baxaq. İlk öncə sözlərin izahı verilib burada. Antik dövr. Antik dövr hansı dövrdür? Eradan əvvəl 8-ci əsrdən eramızın 5-ci əsrinə qədərki dövrüdür. Uşaqlar, bir sual verim. Eradan əvvəl 8 əsr və bizim dövrün 5 əsri arasında, yəni nə qədər, neçə əsr edir? Bunun haqqında fikirlərinizi yaza bilərsiniz. Sonra, indi gəlin B tapşırığını oxuyaq. Söz mücürsündən izahlara aid sözləri oxuyun. Əşyaların ümumi adı maddə. Bu hansı oldu uşaqlar? Xatırlayırsınızsa, əşyaların ümumi adı maddə oldu kütlə. Sonra, üzr istəyirəm, kütlə yox, üzr istəyirəm, bir dəqiqə. Əşyaların ümumi adı maddə, cisim olacaqdır. Söz mücürsünə əsasən deyəcək. İkinci, cisimdəki maddənin miqdarını bildirən kəmiyyət isə kütlədir. Yəni, əşyanın kütləsi kimi də biz izah edə bilirik bu sözümüzü. Üçüncü, bir şeyin tutumu. Tutumdursa, bu isə həcm olacaqdır. Dördüncü, bərk olmayan, axıcılıq xüsusiyyətinə malik maddə növü. Bu isə olacaqdır. Bir də belə bu şəkildə mən bir də söz mücürsünü yaxınlaşdırmaq istədim. Neyib yox, alınmadı. Əşyaların deməli bir şey axıcılıq xüsusiyyətinə malik olan maddə növü. Deməli uşaqlar, söz mücürsündə görürük qarşınızda. İndi bu sözlərin hər izahını qarşısında da izahın qarşısında sözləri qeyd edəcəm. Hər bir sözün izahını da qarşısında yazır. Əşyaların ümumi adı maddə, cisim, cisimdəki maddələrin miqdarını bildirən kəmiyyət, kütlə, bir şeyin tutumu, həcm, bərk olmayan axıcılıq xüsusiyyətinə malik maddə növü, maye. Bünövrə, özül, bir şeyin əsası, kökü isə təməl adlanır. Növbəti Ç tapşırığına diqqət edək. Deməli, Arximed mətndə
C tapşırığında deyilir ki, mətnin hər yarımbaşlığına aid 3 sual tərtib edin. Sualları sinifə təqdim edib cavablarınızı müzakirə edin. Sualları mən sizə şifahi şəkildə deyəcəyəm uşaqlar. İlk öncə Arximedin birinci yarımbaşlıq uşaqlığı və təhsili haqqında belə bir sual verərik ki, Arximed nə zaman anadan olmuşdu? Arximed hansı şəhərdə yaşamışdı? Onun atası kim idi? Bu birinci yarımbaşlığa aid olan sualımızdır. Elmi fəaliyyəti və kəşfləri. Harada təhsil almışdı demək olar. İkinci sualımız, təhsilini bitirdikdən sonra hansı şəhərə qayıdır? Və üçüncü sualımız olacaq, elmi əsərlərini hansı sahədə yazmışdı? Daha sonra üçüncü yarımbaşlığımız Arximed qanunudur. Bu yarımbaşlığa aid, Arximed qanununa aid verəcəyi Arximed nəyi sübut etmişdi? İkinci, nə üçün gəmilər suda batmırlar? Üçüncü, mayedə cisim niyə batmır? Yəni, burada Arximed qanunun yarımbaşlığına aid də 3 dənə sualımızı şifahi şəkildə dedim. İndi pi ədədinə aid, pi ədədini hansı sahələrdə istifadə edirlər? Sonra ikinci məsələn deyə bilərik, pi ədədi nəyin hesablanmasında istifadə olunur və pi ədədi kimin adı ilə bağlıdır? Təbii ki, Arximedin adı ilə bağlıdır. Daha sonra döyüş maşınları yarımbaşlığına baxırıq və döyüş maşınlarına. Arximed nə zaman döyüş maşınlarını icad etmişdi? Sonra ikinci sual verə bilərik. Pun müharibəsi nə zaman baş vermişdi? Üçüncü sual, Pun müharibəsi kimlər arasında olmuşdu? Sonuncu yarımbaşlıqda isə ömrünün son günlərinə aid suallar tərtib edə bilərik. Arximed nə zaman öldürülmüşdü? Rəvayətdə onun haqqında nə deyilir? Və üçüncü, Arximedin vəsiyyəti nə olmuşdu? İndi isə Ç tapşırığına baxaq. Mətndə aşağıdakı fikri sübut edən faktları müəyyən edin. Arximed 75 il ömür sürmüşdü. Biz Arximedin ilk öncə birinci yarımbaşlıqdakı Arximedin uşaqlığı və təhsilində görürük ki, 287-ci ildə anadan olmuşdu və 200 eradan əvvəl 212-ci ildə öldürülmüşdü. Bu illərin hesabladıqda isə görürük ki, həqiqətən də Arximed 75 il ömür sürmüşdü. Ona əsasən deyirik, ömrünün son günləri, yarımbaşlığı, uşaqlığı və təhsili və ömrünün son illəri yarımbaşlığına əsasən deyə bilərik ki, Arximed 75 il ömür sürmüşdü. Daha sonraki deyir ki, sualımız var ki, Arximed bir çox elmli kəşflər etmiş, dahiyanə ixtiralara imza atmışdı. Həqiqətən də əsas mövzularımızda elmi fəaliyyət və kəşflərində Arximed qanunu, pi ədədi, döyüş maşınları yarımbaşlığında biz onun elmi fəaliyyətinə aid məlumat verə bilirik. Daha sonra gəlin D tapşırığına baxaq, mətnin tərkib hissələri ilə bağlı suallara cavab verin. Arximed giriş hissəsində çalışma D-nin mətnin tərkib hissələri ilə bağlı suallara cavab verin. Giriş hissəsində Arximed haqqında hansı məlumatlar aldınız? Deyə bilərik ki, Arximed haqqında ümumi məlumat aldıq. O, antik dövrün məşhur alimi, riyaziyyatçı və fizik olub. Daha sonra yəni doğum tarixlərini, doğulduğu Sirakuza şəhəri haqqında da deyə bilərik, ailəsi haqqında da atası saray astronomu olmuşdu. Bu haqqda da məlumat verə bilərik. Əsas hissədəki yarımbaşlıqların məzmununun qavranılmasında rolu nədən ibarətdir? Burada əsas hissədə Arximedin həyat fəaliyyəti haqqında xronoloji ardıcıllıqla məlumatlar verilmişdi. Pi ədədidir, döyüş maşınlarıdır, Arximed qanunudur. Bu da onun elmi fəaliyyəti və ixtiralarıdır ki, biz əsas hissədə öyrəndik. Mətnin sonluğunda hansı məlumatlar Arximedin elmə vurğunluğunu göstərir? Arximedin diqqət yetirsək sonuncu bölmədə öldürülməsi, yəni ömrünün son günləri. Bir fikir verirsinizmi? Deyir ki, əskərlər onun yazılarını tapdalayarkən onlara qışqırıb müqavimət göstərmiş və nəticədə Roma əskərləri onu qılınclamışlar.
Rəvayətə görə Arkimedin ölərkən söylədiyi son sözlər yazılarımı tapdalamayın olmuşdu. Yəni düşünün ki, ölüm ayağında olan adam öz canının belə deyək qurtulmağına çalışmır. Yazılarını tapdalamayın deyərək qışqırır və bu da onun elmə sonsuz vurğunluğunu göstərən bir ifadədir. Deməli, gəldik tapşırığına. Dəyərli izləyicilər, mətnə aid fikri seçin. Baxırıq, faktlar sistemli şəkildə verilib və yarım başlıqlar altında qruplaşdırılıb. Mətn müəllifin təxəyyülünə əsasən yazılıb. Müəllifin məqsədi hər hansı bir fikrə münasibət bildirməkdir. Müəllifin əsas məqsədi alimin ixtiralarının təfərrüatı ilə izah etməkdir. Düşünün, burada mətnimizə aid doğru fikir hansı olar uşaqlar? Hansını düşünürsünüz? İstəyərdim düzdür, siz də qeyd edəsiniz, bu hissədə videonu saxlayıb qeyd eləyəsiniz. Burada doğru cavabımız A olur. Çünki faktlar sistemli şəkildə yarımbaşlıqlar altında qruplaşdırılmışdır. Dəyərli izləyicilər, tapşırığının da cavabını A olaraq işarə etdik. Bugünlük bu qədər. Hər kəsə uğurlar. Növbəti dərs izahlarında görüşərik. Sağ olun, salamat qalın.